Bəs siz dırnaq ustanızla nə qədər yaxınsınız? Səadəti 4 ildir ki tanıyıram və artıq 2 ildən çoxdur ki əməkdaşlığımız var. Daimi olaraq dırnağa Səadətin yanına gedirəm. Əl işini, sterilliyini çox bəyənirəm. Ona görə də heç vaxt dəyişməmişəm. Düzdür, biz bu yola əməkdaşlıqla başladıq, amma indi çox yaxın iki dostuq. Keçən gün qərara gəldik ki, Şəmkir Palasda səhər yeməyinə gedək. Çoxdan da belə bir şey planlayırdıq. Sadəcə indiyə qismət imiş. Mən əsas Səadətin qızının da gəlməyini istəyirdim. Səmadır, universitetdə oxuyur. Çünki ona vermək istədiyim kiçik bir hədiyyəm var idi. İnşallah hər birini sağlıqla istifadə eləyər. Burada Səadətlə çantamızda nə var onları göstəririk. Sizin üçün storydə də paylaşmışdım. Bu mənim çantamdır. Bu qara çanta isə Səadətinkidir. Storydə izləyənlər yəqin ki gördülər artıq. Burada tez bir şəkildə paylaşıram. Düzdür, Səadətlə aramızda yaş fərqi çoxdur, amma düşüncələrimiz o qədər üst-üstə düşür ki. O da eyni ilə mənim kimi həyat dolu bir qadındır və həyatda çox gözəl planları var. Bir-birimizlə söhbət eləyəndə heç sıxılmırıq. Hər zaman da bir-birimizə dəstək oluruq. Bu arada qızlar, Şəmkir Palasdakı səhər yeməyi möhtəşəm idi, bəyəndik. İstifadə etdikləri ərzaqlar həm dadlı idi, həm də hiss olunurdu ki, təzədir. Mən bir dəfə yayda Şəmkir Palasa səhər yeməyinə gəlmişdim. Elə oradan çox bəyənib Səadətə tövsiyə etdim. Çünki menyuları bol, qiymət isə çox münasibdir. Həm də düzünü desək, Şəmkir Palasın ab-havası tamam başqadır. Bu arada onu da qeyd edeyim ki, bu qətiyyən reklam deyil. Özüm həqiqətən bəyəndim. Ona görə də istədim sizlərə də tövsiyə edim. Arada belə qız-qıza çıxmaq həqiqətən də insana çox xoş təəssürat bağışlayır. Qəşəng geyinirsən, makyaj eləyirsən, şəkil çəkdirirsən, yeyib içirsən, deyib gülürsən və s. Yəni həqiqətən də qız-qıza çıxmaq mükəmməl bir şeydir. Və budur, artıq günün sonuna yaxınlaşdıq. Ümid edirəm ki, vloqum sizlər üçün maraqlı oldu. Videonu buraya qədər izlədinizsə çox sağ olun. Mənə dəstək olmaq istəyirsinizsə videonu like etməyi və rəy bildirməyi unutmayın.